Fövqəladə Hallar Nazirliyinin 112 qaynaq telefon xəttinə Abşeron rayonu Xırdalan şəhərində yerləşən AFAP yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə bu gün TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində 11 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğının yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın zirzəmisində yerləşən, ümumi sahəsi 2 kvadrat metr olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektrik sayğacı və şaxtadan keçən elektrik kabelləri yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü az yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub. Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub. Hüsniyə Salmanova, Bu Gün TV.